Salam, hər vaxtınız xeyir. Sizləri Mübariz İbrahimov adına stadiondan salamlayıram. İki meydanın sol tərəfində Brikandul komandası, sağ tərəfində isə Visten komandası ilə qarşı-qarşıya gələcəklər. Hər iki komandaya uğurlar arzu edirik. Məhsuldar bir oyun keçmə ümidi ilə sizləri salamlayırıq. Artıq hər iki komanda 2 səfər qarşılaşıb. Onlardan birini məhz Brikandul komandası 8-7'lik qalibiyyətlə tamamlamış. İkinci qarşılaşmada isə 6-6'ya məhz bərabərliyi ilə hər iki komanda da razı gəlmişdi. İndi bu qarşılaşmada nələr bizi gözləyir? Məhz qarşılaşma start götürdü. Hər iki komandaya bir daha uğurlar arzu edirik. Top meydanı tərk edir. Şükür start götürdü. Bir qədər geri oynadı məhz Yalçınla. Yalçın ötürməsi Amala. Amal Şükürlə oynadı. Girkeşdən pressing var. Yalçın. Amal'la oynadı. Top itkisi. Şükür, Dilkeşin pressingi var idi, təzyiqi var idi. Məhz Şükürə. Ayaz, Ayxan daha doğrusu sürətlidir. Bir zərbə. Məhz artıq qarşılaşmanın ilk təhlükəli epizoduna şahidlik etdik. Məhz başrolda Ayxan var idi. Ama götürdü. Biri sürətli başladı, Yalçın qarşıladı. Ayxan, sonrasında Amal. Birində pressingi var idi, indi bir standart vəziyyət yerdə türəcək Brikandul komandası. Topun başında Ayxan. Məhz təhlükənin adı Ayxan. Qol ümididir. Bugün məhz Brikandul komandasının. Ayxan zərbəni indirdi. Məhz Yusif dəf etməyi bacardı. Yalçın müdafiənin gerisinə Tamerlana məhz düşünmüşdü o ötürməni. Səsən, Tamerlan, Şükür qarşıladı. Dilkeş Ərsənlə oynadı. Bir qədər səbirlidir. Təmkinli davranır. Ötürməsi Miriyə. Mirinin ötürməsi keçi vermədi. Amin sürətli başladı Yalçınla. Yalçın ötürməsi müdafiənin geriyə düşüncəsi Ayaz qarşıladı. Məhz elə Ayazdan da meydanı tərk edir top. Ötürməsi məhz Ayxanı idi. Amalın bir qədər geridə qalınır. Həsən. Ötürməsi Tamerlana. Tamerlan bir qədər geriyə müdafiə ilə oynadı. Dilkeş. O da həmçinin Visten komandasının qol ümididir. Həm də kapitanı Visten məhz Tamerlan'a ötürmüşdü. Tamerlan'ın baş sərbəsi bir qədər effektsiz alındı. Ayxan Dilkeşin də eləməz. Pressingi var idi. Ayxanın sərbəsi birbaşa məhz qapını düşündü. Bir qədər geridə qaldı. Dilkeş qarşıladı. Tamerlan sürətlənmişdi məhz sol cınaqdan. Yetişə bilmədi topa. Amal sonrasında Ayxan son müdaxilə məhz Tamerlandan gəldi. Nahid sürətli başladı. İkinci bir ötürmə şansına keçid vermədilər. Şükür. Məhz Yalçına ötürməni bıraxdı. Qapı qarşısına ötürmə Miri qarşılıyor. İsə top Ayxandadır. Belə Ayxanın müşahidiyyəti altında meydanı tərk edir. Şükür. Amal oynadı. Qarşısına Tamerlan. Ötürməsi məhz keçmədi Şükürün. Miri keçid vermədi ona. Amalın ötürməsi Nahidə gəlib çatmadan son müdaxilə Ayazdan gəldi. Ayxan sürətlidir. Məhz təhlükəyə atmadı epizodu. Məhz Ayaz. İndi isə Miri. Bir qədər tələsmir, ötürməsi keçmədi.
Nahid. Sonrasında Həsən. Davam etməyi bacardı və son müdaxilə ilə Nahiddən gəldi. İnamlı oynadı Messi müdaxilədə. Dilkeş. Ayxan keçid vermədi. Nəyin bazlı olursa olsun topu qopartmağı bacardı Ayxan. Sürətlidir qarşısında Ayaz. Sonrasında Tamerlan və Həsən. Hücum qurulub. Məhz zərbə şansı tanımadı. Ayxan və Şükür. Birinin ötürməsi, daha doğrusu səhvimi düzəldim, Ayazın ötürməsi keçmədi. Ayaz bir qədər səbirlidir, təmkinli davranır. Ötürməsi Şükürə gəlib çatsa da indi topla Dilkeşdi. Tamerlanın zərbəsi keçmədi. Nahid. İsə çıxış səbəbi axtarırlar. Amal. Amalın zərbəsi birbaşa məhz qapıya bir qədər geridəyə qalınır. Artıq qarşılaşmada 3-cü geridəyi zərbədir qapıya endirilən. Zərbələr olsa da məhz torları hal-hazırda hər iki tərəfdə sarsıdmağı bacarmayıb. Bərabərlik hökm sürür qarşılaşmada. Ötürməsi Yalçını düşündü. Yalçın üçün havalandırdı. İstədiyi kimi alınmadı. Ayaz. Ötürməsi Həsənə. Həsən artıq bir qədər geriyə gəlib müdafiəyə dəstək verir. Natiq sürətləndi. Məhz istədiyi kimi alınmadı. Mən elə zənn edirəm ki, elə top Şükürdən meydanı tərk edib. Artıq sürətli başladı. Həsənin zərbəsi keçmədi. Nahid. Ötürməsi məhz Ayxana gəldi. Ayxandan göz hərəkətlər izlədik. Amal gol gələ bilərmi? İkinci bir zərbə və gol! Golun adı Nahid. Məhz qarşılaşmada artıq tilsim qırılır. Nahidin goluyla Amalın məhsullar ötürməsi ilə bir kondol 1. Məhz İstən komandası 0. Dilkeş birbaşa indirmək istədi zərbəni. İstədiyi kimi alınmadı. İndi gün zərbəsini yenə itirəcək sürətli. Başladı məhz. Ayxan toxunuş edə bilmədi bu ötürməyə. Ayxan Amalı ötürdü. Bir pas itkisi. İndi Miri. Təhlükəli ola bilər. Lisənin hücum şansı. Bir zərbə məhz. Amin keçidi vermədi. Az əvvəlki epizodda da Nahid yerdə qalır. Şükür. İndi ötürməsi Yalçına. Yalçın bir qədər səbirlidir. Ayxan üçün havalandırdı. Ayxana zərbə şansı tanımır Natiq. Və öncəsində Miri. Məhz topda. Sonraki epizodda məhz meydanı tərk etmişdi. İndi topun başında Amal. Ötürməsi Şükürə. Şükür zərbəni indirdi. İkinci bir zərbə Yusif. Son anda da müdaxilə məhz Natiqdən gəldi. Ayxan qarşısında 2 rəqib oyuncu da var. Yalçın bir qədər təhlükə var. Son anda Yusif. Bir anlıq komanda yoldaşı ilə anlaşılmazlıq yarandı aralarında. Şükürün zərbəsi Ayaz qarşıladı. Nahid. Ayaz rahatlıqla keçdi amma meydanda saxlamaq mümkün olmadı topu. Yusif hərəkətli qazandırdı. Amal qarşıladı. Sonrasında son bir müdaxilə Miridən. Amal. Meydanda da hal-hazırda top. Bir qədər tələsmirlər. Məməz meydanı tərk etdi top. Şükür. Ötürməsi məhz Ayxana. Amal. Həsəni rahatlıqla keçdi. İndi isə Şükür.
Dilkeş'in təzyiqi var. Bir qədər geriyə Amil'lə oynadı indi. Yenidən şükür. Ötürməsi Nahidə. Nahid sürətli qazanıb. Nahid. Amma son bir müdaxilə məhz Ayazdan gəldi. Keçid vermədi Ayaz. Ayxanın bu epizodun sonlanmağına. Yalçın. Ötürməsi Ayxana. Ayxan sürətlidir. Gözəl hərəkətlər izlədi ondan. Əldə top özündə saxlamağı bacarıb. Meydanın hər yerində topu özündə saxlamağı bacardı. Möhtəşəm hərəkətlər izlədi, amma sonu gəlmədi. Həsən. İndi isə gözəl hərəkətlərin sırası Həsəndən idi. Sonlandırmaq mümkün olmadı. Əfsuslar olsun bu epizodu. Dilkeş hərəkətli qazandıracaq. Ötürməsi Yalçın qarşıladı. Meydanı top tərk etdi Yalçından. Həsən. Son anda müdaxilə Naiddən və ən son müdaxilə məhz Natiqdən. Meydanı tərk edir top. Yalçın hərəkətli qazandıracaq. Qısa oynadı. Ayxan. Ötürməsi Amala. Qapçını belə keçdi. Allah'tı. Fərqi 2'ye qalxıdı. Amalın möhtəşəm qolunu izlədi. Gol kipre belə keçib. Zərbəsini indirdi. Torları sarsıtdı. Bir Kandul 2. Visten komandası 0. Üstünlüğü daha da artır. Ayaz. Hərəkətli qazandırdı. İndi yenidən Ayxana gəlir top. Məhruz. Məhz Ayxanla Həsənlə mübarizəsində top itki yaşadı. Top itkisi yaşadı. Yalçın. Ayxanla oynadı. Amal üçün bu çox yüksək bir ötürmə idi. Həsən. Mili ilə oynadı. Tələsmirlər məhz hücum qurmaq barəsində təmkinli davranırlar. Komanda yoldaşlarının bir qədər məhz qarşı mövqedə özlərini yerləşdirməsini gözləyirlər. Bir qədər də uğurlu alınmış plan sayılmaz bu. Ayxan. Amal qarşıladı. Həsənin təzyiqi var. Amal ötürməsi Ayxana. Ayxan sürətli qazanıb tərk ola bilər. Amal ötürməsini də verdi. Rəqibi də keçdi Ayxan. Ötürməsini versə də Ayxan Amal toxunuş edə bilmədi. Golkiper sürətli qazandırdı topa. Yalçın. Kritik bir müdaxilə gəldi. Həsən. Ötürməsi Miriyə, içəriyə doğru. Yan xətdən torları sarstı. Mirinin zərbəsi. Ayxan. Ötürməsinin getdiyi yerdə rəqib oyunçu var idi. Natiqin zərbəsi. Bir qədər qeyridə qalınır. Amal. Ötürməsi keçmədi. Miri qazandı. İndi Natiq özü indirir zərbəni və gol. Fərq artıq minimaldadır. Möhtəşəm bir qola, baxımlı bir qola imza atır Natiq. Visten komandası adına. Fərqi 1'e indirir. Bir Kandul 2. Visten komandası 1 zərbə məhz başlamaz Məhruzdan gəldi. Həsən ötürməsi çox sürətli idi. Məhruz hərəkətli qazandıracaq topa. Amal. Onun getdiyi məhz müdaxilə də var idi. Yox, xeyr yoxmuş. Belə qərar verdilər öz aralarında. Sən Amal mübarizəsi, sən sonuna qədər saxlamağı bacarsa da bu mümkün olmadı axıra qədər. Ayazın ötürməsində Amal hərəkətli qazandırdı. Amal sonuna qədər mübarizə aparır, təzyiqini dayandırmır, həmçinin
İstən komandasında da Dilkeş bu işi öhdəsinə götürüb sona qədər təzyiq göstərən oyuncularda hər iki komandada var. Amilin mübarizəsində, daha doğrusu Amalı mübarizəsində son müdaxilə məhz Miridən gəldi. İndi isə Bəhruzla Natiqin mübarizəsinə şahidlik etdi. Daha doğrusu standart vəziyyət qazandırır məhz bu ikili mübarizə. Natiq yerini yetirəcək. Ayxan qarşıladı. İndi təhlükəli ola bilər. Qarşısında Həsən var, ötürmə ilə oynadı Yalçın. Yalçın ötürməsi məhz Bəhruza keçmədən son anda bir müdaxilə Miridən gəldi. Bugün Qandul komandası gözəl hücumlar qursa da, üstün tərəf onlar da olsa, ötürmə səhvləri var. Pas xətaları ard-arda gəlir. Ünvansız ötürmələr gəlir. Bir anlıq anlaşılmazlıq. Məhz son anda qaydanı pozlaraq da olsa müdaxilə etdi Yusif. İstən komandasının golkiperi. İndi isə bir standart vəziyyət yerinə yetirəcək bir Qandul komandası. Fərqi yenidən 2-yə qaldırmaq şansı əldə edir. Az əvvəlki epizod ilə topun başında mən Ayxanı və Rusu görəm. Şükür! Heç kim gözləmirdi. Rəqibdən Şükür bir anda gəldi. Ayxanın ötürməsində qolu qeydə alır. Fərq yenidən 2-dədir. Məhz bir Qandul 3. İstən komandası 1. Bir pas xətası Həsəndən. İndi isə hücum şansı Ayxan ilə bir Qandulda. Bir zərbə! Bir dəqiqədə 2 qola imza atar. Məhz Ayxan birini özü, birini də məhz ötürmə ilə Şükürə. Artıq komandasının 4-cü özünün isə 2-ci qolunu qeydə aldı Ayxan. Bir Qandul 4, İstən 1. Sanki bizi eşitdi Şükür. Dilkeşin zərbəsi məhz bu ötürmə deyildi, bu birbaşa zərbə idi. Ayxan. Ötürməsi Bəhruza. Bəhruz özünü saxlamağı bacardı indi. Pas göndərəcək, komanda yoldaşını axtardı bir qədər. Yalçın geriyə Ayxanla oynadı. Həsənlə mübarizəsini izlədik. Ayxan gözəl keçdi. Bir zərbə indirdi, ikinci bir zərbə şansı. Son anda Yusif. Yerin ötürməsi Natiqə. Qapçı qala bilir. Amin. Amal da olsun, sürətdə başladı Aminlə. Ayxan. Ayxan qarşıladı. Natiqin təsiqi var. Meydanda saxlamaq mümkün olmadı. Həsən bir standart vəziyyət yerinə yetirəcək. Fərqi indirmək adına. Topun başında Həsən zərbəni indirdi. Fərqi indirir. Fərq artıq 2-dədir. Həsənin standart vəziyyətdən tapdığı qol ilə. İstən komandası artıq 2. Bir Qandul komandası 4. Ayxan. Məhz rahat keçdi rəqiblərini. Son anda müdaxilə məhz Natiqdən gəldi. İndi isə meydana daxil edəcək topu Dilkeş. Hər iki komandada da bir qədər anlaşılmazlıqlar hiss olunur. Ayxan məhz Şükürlə oynadı. Top havalandırdı məhz Nasir üçün, bu çox yüksək bir ötürməkdir. Yusif. Məhz sağ şanaqlı da Həsən ötürmək istəyir. Natiq qarşıladı. Məhz müdafiənin gerisinə heç bir komanda yoldaşı orada yox idi. Ötürmənin getdiyi istiqamətdə Amin. Yalçınla oynadı. Həsənin təzyiqi var. Məhz qazansa da meydanda saxlamaq mümkün olmadı topa.
Yalçın hərəkətli qazandıracaq. Nasir istiqamətində düşündü, Natiq qarşıladı. İndi isə Şükür, Dirişkeşin təzyiqi də var. Şansa bırakmır Yalçın. Həsən oynadı məhz Natiq, tekrardan Natiq. Son anda müdaxilə məhz Yalçından gəldi. İsə bir standart vəziyyət yerinə yetirəcək Həsən. Az əvvəldə elə standart bir vəziyyətdən gol qeyd aldı, birbaşa zərbəni indirdi. Məhz Yalçın uzaqlaşdırmağı bacardı Ayxan. Meydanda saxlamaq mümkün olmadı, sürətlə başladı. Dirkeşin zərbəsi, Şükür blokladı. Şükürdən daha bir blok. Keçid vermir Dirkeşə. Qısa bir ötürmə ilə Natiqlə oynadı. Yenidən meydanı tərk edir Şükürdən. Ötürməsi məhz Talihə. Talih havalandırdı Miri üçün. Həsənin gəlişinə bir zərbəsi. Artıq ikinci bir baxımlı qola qeyd alır. Həsən fərqi məhz 1'e indirir qarşılaşmada. Bizdən 3, bir Kandul komandası 4. Bu geri dönüş qolu muydu? Ayxan. Yoldaşına ötürməsi, Ayxan qarşıladı. Ötürməsini də verdi, sonra ötürməni təhvil daldı. Sadəcə meydanda da saxlamaq mümkün olmadı məhz ötürməni. Bir iş gönder. Bir iş gönder. Həsən. Ötürmə istirdi Miridən. Ötürməsini bir qədər alsa da istədiyi kimi gəlmədi ötürmə. İndi künc zərbəsini yeni ötürəcək Həsən. Artıq qarşılaşmada 3 qolu var etdirək mümkün olub. Məhsuldar ötürmə mi gəlir dedim. Mümkün olmadı. Artıq oyun təzyiqi bizdən tərəfə keçib. Təzyiqli oynayırlar. Həsən. Dirkeş. Nasir son anda ise Talih sürətlənib topa. Ötürməsi Miriyə. Tekrardan Talih. Hücumun istiqamətini dəyişdirdilər. Dirkeş özünü saxlamağı bacarmadı topu. 3 nəfərlə birdən mübarizəyə daxil oldu. Ötürməsi Dirkeşin Natiq istiqamətinə də amma son anda bir müdaxilə. Məhz 3 bir Kandul müdafiəsindən Orsundan gəldi. Bloklamaq mümkün oldu. Bu ötürməni Dirkeş istədiyi kimi indirəmədi. Amal. Məhz bir boşa qapıya indirdi zərbəni. Aspeklə. Out. Natiq. Amal mübarizəsi. Bir zərbə. İkinci bir zərbə şansı. Numar alamır. Möhtəşəm bir seyv izlədik biz. Amindən ikinci bir zərbə şansı yarandı. Həsən indirdi zərbəni. Amma bu mümkün olmadı. Şükür. Dar qaldı ki geriye ötürsün. Yalçın. Dirkeş kazandı. Amil Natiqin zərbəsi bir xeyli geridə qalır. Nasir. Olsa səhvimi düzəldim. Nəsir. Yalçın. Amal topu önüne aldı. Ötürmesini verdi Ayxan'a. Gol! Ayxan. Bir Kandul komandası 5. Bizdən komandası 3. Məhz fərq artıq yenidən yüksəklərə qalxır.
Qarşılaşmada bir Kandul adına. Miri. Ötürməsi Dirkeşə. Döndü, ötürməsini verdi Miriyə. Tekrardan Dirkeş. Özü bindirəcək zərbəni. Bir standart vəziyyət tekrardan. Həsən yer itirəcəkmi? Mən topun başına məhz Dirkeşi görürəm. Birbaşa zərbə mi ediləcək, yoxsa ötürmə mi oynayacaq? Dirkeşin zərbəsi. Kandul komandasından geriye dönür. Şimdi ise hareketli kazandıracak Dirkeş. Həsən ötürmeyle oynadı. Talih'e. Talih özü indirdi zərbəni. Ayxan ayak koydu son anda. Birbaşa zərbə. Amin. Şükür ortaqlığında uzaqlaşdırmaq, dəf etmək mümkün oldu bu gələn zərbəni. Dirkeş ise gün zərbəsi yeni itirəcək. Bir qədər anlaşılmazlıq yarandı komanda yoldaşları arasında bir Kandulda. Ayxan tarihi keçmədi, son anda Nasir. Nəsir, daha doğrusu ise top yenidən Nəsirdə də. Nəsir öz indirdi ama bu bir yumuşaq zərbə idi. Yalçın qarşıladı. Tekrardan Nəsir. Nəsir özü indirmək istədi zərbəni. İkinci səfər ama istədiyi kimi alınmır bu da. Natiq. Oynadılar. Yalçın yenidən qarşıladı. Gələn ötürməyə. Dirkeşin zərbəsi. İkinci bir zərbə səndən. İstədiyi kimi alınmır. Yalçın. Amal ötürməsi artıq meydana Məhəmməd də daxil olub. Kandul komandasında 12 nömrəsi ilə Həsən. Ötürməsi Dirkeşə. Və gəlir gol. Amma itirazlar var. Məhz topun yan xəttdən daxil olduğu barəsində. Gözlə. Bir bax, bir an xeyir. Və məhz ASBK epizodda gol qeydə alınır. Tekrardan minimalda da Bisan komandası 4, bir Kandul komandası 5. Bir zərbə Dirkeşə keçid vermədilər. Ayxan Nəsirlə oynadı. Ayxanın zərbəsi Talih qarşıladı. Sonrasında Yalçın. İndisə Məhəmməd. Meydanda saxlamaq mümkün oldu. Yalçın. İndisə standart vəziyyəti yerinə yetirdilər. Həsən sonrasında Miri. Yalçın qarşıladı. Natiq sürətli qazandıracaq topa. Ötürməsi Miriyə. Mirinin ötürməsi Həsənin. Həsən bir topuq bası. Bir zərbə və istədikləri alınmır. Qeyri-dəyi yendirdi zərbəni. Gəlişinə vurdu Miri. İstədiyi kimi alınmadı. Sonrasında da yerdə qalır. Ümid edirəm ki, qarşılaşmanın geri qalan hissəsini davam etməyi bacaracaq Məsmiri. Zədə yoldaşlıq oyununda içdən belə deyil. Ayxan. Yerdən göndərdi Amala, təhlükələ və Amalın zərbəsi. Dirək və sonrasında Yusif. Gün zərbəsini yerinə yetirəcək Amalla. Ötürməsi Nəsirə gəlmədi. Dirkeş azlıqda yaxalanıb. Məhz Kandul komandası. Həsən sürətli başladı. Natiqin zərbəsi və gol! Natiq! Bərabərlik qolu gəlir. Bizdən son olduğu bərabərliyi yaxalamağı bacarır. Kartlar yenidən paylanır qarşılaşmada.
Bir Kandil 5, Visten komandası 5. Yalçın. Az üçün tələsmir havalandırdı Məsamal üçün. Bir ters vuruş. İndi isə Yusuf başlanacaq, hərəkətlik qazandıracaq. Dirkeş son anda bir müdaxilə Natikdən gəldi, amma istədiyi kimi alınmadı məhz bu cəhd. Ayxan. Ayxanın zərbəsi olduqca qeyri-dəqiq qalınır. Biri Dirkeşə gələn ötürməni Yalçın qarşıladı. Dali hərəkətlik qazandıracaq topa. Yalçın. Sonrasında Ayxan. İndi isə Nəsir. Natik qarşıladı. Həsən. Sonrasında Natik. Sonra Amin. Keçid vermədi Dirkeş toxunsun topa. Məhəmmədi gözəl keçdi. İndi isə sıra Nəsirdədir. Nəsiri də keçdi, amma son anda nəyin bahsında olursa olsun Məhəmməd bloklamağı bacardı. Yalçın. İsə top Ayxanda da. Ayxan tələsmir havalandırdı. Amal üçün istədiyi kimi alamır. Artıq 3-cü, 4-cü ötürmədik ki, məsələn Ayxandan Amalı ram etmək mümkün olmur. Yalçın. Məhəmməd hərəkətli qazandırdı. Ötürməsini verdi. Alandırdı Amal. Özü mendirəcək zərbəni alınmır. Miri və sonrasında Yusif. Yalçın. Amal. Ötürməsi məhz Ayxan düşüncəsi var idi. Yalçının zərbəsi. İndi 8 zərbəsi yenidirəcək bir Kandil komandası. Başladılar orada Məstali tərəfindən. İndi hərəkətlik qazandıracaq məhz topa. Amal istədiyi kimi alınmır. Amalın zərbəsi Natik blokluyor. İkinci bir zərbə şansı təkrardan Natik. Amin Yalçınla oynadı. Yo, onlardan tek iştirak yok. Yalçın havalandırdı. Başta zərbə dirəkdən dönür. Həsən. Hücumun adı Həsənlə qurulub. Miri. Ötürmə deyil, bu zərbədir. O da geridə qalır. Məhəmməd. Top önünə aldı. Həsən qarşıladı. Keçid vermədi. Sonlandırdı məhz bu hücumu. Başlamadan. Ayxan. Həsənin təzyiqi var. Keçərsə təhlükəli ola bilər. Ayxan. İki oyuncunun arasından keçirtməyə bacarsa da məhz topu Natik meydana daxil oldu və keçid vermədi. İndi isə bir standart vəziyyət yerinə ötürəcək bir Kandil komandası. Topun başında Ayxan və mən Amalı görürəm. Hasan. Elə başa düşürəm ki, Ayxan endirəcək zərbəni, ötürməyə oynadı, Həsən qarşıladı. İndi isə Dirkeş azlıqda yaxalanıblar. Zərbə, son anda Amin. Məhəmməd qarşıladı. Topu əldə etmək mümkün oldu Dirkeş. Bir zərbə, son anda Amin. Tüm gol ümidlərini puç edir Amin. Ayxan. Ötürmə deyildi, bu bir zərbə idi. Gol gəlir əmdirdi. Gözləmədən indirdi. Uzaqlardan çox baxımlı bir qolu qeydə alır.
Tekrardan üstün tərəf bir Anadolu komandasıdır. Məhz bir Anadolu 6, İstən komandası 5. Nahidin de təzyiqi var idi. Artıq qapçı dəyişikliyi var məhz İstən komandasında. Buraxılan 6 goldan sonra oyuncu dəyişikliyi göstərir Nahid qarşıda. Sürətlidir Həsən. Özünü çatdırmağı bacardı və məhz meydana daxil olan yeni gol keperləri məhz qarşısını alır bu zərbənin. İndi isə gün zərbəsini yönətirəcək bir Anadolu komandası. Amal üst dirək keçid vermədi. Qoymadı qolu qeydə alsın. Talih. Tekrardan Ayxan özünü saxlamağı bacardı. Döndü, zərbəni indirdi. Geridə qaldı. Yalçın qarşıladı Natiqin ötürməsini. Dirkeş. Son anda müdaxilə məhz Meritən gəldi. Yalçın hərəkətli qazandıracaq. Natiq. Bu bir əks hücum şansı da. Dirkeş. Saxladı və ötürdü. Həsən bir oyunçunu keçdi. Yalçın qarşıladı. Sonrasında Nahid. İkinci bir zərbə şansının qarşısını aldı. Eyni ilə də şükür. İndi isə Həsənin təzyiqi var. Ayxan bu təzyiqi keçə biləcəkmi? Məhz mümkün olmadı meydanı. Tərk edir top. Həsən istədiyinə nail ola bilmədi. Yalçın. Dərin oynadı. Nahid qarşıladı. Nahidin zərbəsi. Bu da istədiyi kimi alınmır. Amalın mübarizəsi var. Miri ilə Nahid. Ötürməsi Yalçına. Yalçının ötürməsini verdiyi yerdə heç bir komanda yoldaşı yox idi. Bir oyuncu var idi, o da Talih idi, o da rəqib oyuncu. Yalçın qarşıladı. Amal. Geçərsə təhlükəli ola bilər. Ötürməsini verdi. Akrobatik bir cəhd izlədik biz ondan. Alınmayan bir cəhd. Şaydanlar idisə çox gözəl bir gol izləmiş olardıq. Yalçın. Ayxan qarşıladı. Topu önünə ala bilmədi. Talih keçid vermədi. Dirkeş qarşıladı. Natiq sürətlənsə də yetişə bilmədi topa. Amal Ayxan mübarizəsinə şahid etdi az əvvəl. Oyun tempi sanki bir qədər bir Anadolu komandasına keçib. Artıq temponlardadır. Üstün tərəf onlardır. Motivasiyalı tərəf onlardır. Bir zərbə. Dirkeşdən gəldi. Özü yoxladı. Natiq və Dirkeş ortaqlığı. Natiq yenidən qolu qeydə alır. Yenidən bərabərlik qolunu imza atır. Birbaşa zərbəni indirdi. Bərabərlik hökm sürür. Bərabərlik qolu Natiqdən gəldi. Bir tərs vuruşla Nahiddən. Seti kimi toxuna bilmədi. Ayxanın bu ötürməsini dəyərləndirə bilmədi. Yalçın qarşıladı. Alt. Natiq. Ötürməsi Mirinin Dirkeşə. Dirkeş sürətli qazandırıb son anda. Amal ayağını qoydu. Gün zərbəsini yenitirəcək Dirkeş.
Kür zərbəsindən qolu qeydə alır. Bu bir geri dönüş idi. Bizdə komandası artıq üstün tərəfdir. 7. Pirkandul komandası 6. Bir anda 2 dəqiqənin içərisində geri dönüş yarattılar məhz Bizdən komandası. Bir zərbə. Bərabərlik şansı əldən qaçır. Talih. Nahid qarşıladı. Nisamal özü indirdi zərbəni. İndi isə küncdən zərbə qazanır. Ötürməsi Həsən qarşıladı. Yalçın blok qoydu. Sonrasında Talih indi. Həsən sürətlənib. Son anda müdaxilə. Şükürdən gəlir. Bir oyuncu dəyişikliyi daha var. Pirkandul komandasında Rusif meydanda dəyməz. Qalanı o qoruyacaq. Pirkandul komandasında geridə qalan vaxt ərzində. Nahid. Yalçın oynadı. Birbaşa zərbə mi gəlir? İstədiyi kimi alınmadı. Blok qoyuldu Natiq tərəfindən. Yalçın. Tez vuruş. Və Amalın bir müdaxiləsi topa deyil də rəqib oyuncu idi. Bir qədər sərt bir müdaxilə idi Miriyə. Oynama. Talih bir boşa qapıyı indirdi. Bir anlıq. Sıram etməyi bacarmadı qapçı. Dirkeşin tərs vuruşu. Nahid ötürməni qəbul edə bilmədi. Həsən sürətli qazanıb. İndi isə bir standart vəziyyət. Yerinə yetirəcək əvvəl bu uzaqlıqdan Həsən daha doğrusu ikinci qolunu qeydə almışdı. Bərabərliyi pozmuşdu. İndi isə fərqi artırmaq adına. Topun başında Həsən və Natiq. Həsənin zərbəsi birbaşa qapıya idi. Alamadı istədiyi kimi. Yalçın. Başlasalardı orada. Məhz qapçı. Çıxışını əla oynadı. Nahid qarşıladı. Təhlükə bir o qapıda, bir bu qapıdadır. Həsən. Ötürmə sürməz. Natiqə birbaşa indirdi zərbəni. İkinci bir zərbə. Və qaçır əldən. Və qaçır əldən. Yalçın. Amalın tərs vuruşu yenə üstünə. Nələri qaçır əldən. Bir dəqiqənin 60 saniyənin içərisində nələr baş verdi bu gecə. Dirkeş sürətli qazanıb. Ötürməsi Həsənə bir qədər istədiyi kimi kontrol altına ala bilmədi. Oyna Həsən oyna. Həsən ötürməsi Natiqə. Son anda müdaxilə Şükürdən gəldi. Təhlükəni bu cür sovuşdurur. Miri ilə oynatı. Meydançasına daxil oldu rəqibin. Ötürməsi Natiqə təkrardan Miri. Alınmır. Ayxan. Ayxan ötürməsi Həsən qarşıladı. Sol cınaqda. Amal. Arkaya. Bura. Qarşıladı. Məhz ötürməni Natiq blokladı. Rusipə qədər top gəlib çatır. Qarşılaşmada son 10 dəqiqə.
Şükürün də çox maraqlı bir etirazı oldu. Ters vuruş. Nəqəçilərdən akrobatik bir cəhd göstərmək istədi. İstəmə alınmadı. Tam istədiyi kimi. Bir zərbə Miridən gəldi. İndi əks hücum şansı. Nahid ötürməsi. Son anda Talih nəyin bahasına olursa olursun qarşıladı. Nahid özünü çatdırmağı bacarır. Hücumu quran da o, səhv edən də o, özünü bağışlandıran da o. Nahid, nəsə etirazlar var. İndi isə bir standart vəziyyət alqışlara layiq şəkildə Həsən tərəfindən istifadə olundu. Qarşılaşma hal-hazırda Bizdən komandasının üstünlüyü ilə yekunlaşır. Son 8 dəqiqənin içərisində daxil olmuşuq Dirkeş. Ötürməsi Natiqə. Həsən Natiqlə oynadı. Natiqin zərbəsi Yalçın qarşıladı. Sonrasında Ayxan. Nahid. Nahid bir qədər tələsmədi. Özü mendirəcək zərbəni məhz. Natiq sona qədər mübarizəni davam etdirdi. İstədiyini vermədi. Samal indi hərəkətli qazandıracaq topa. Havalandırdı. Yalçın havalanmışdı topa. Dirkeş və Talih. Talih havalandırdı Həsən üçün. Bir ters vuruş. Əldən qaçır. Bu da əldən qaçır. Ayxan qarşıladı. Məsə ötürməni. Natiqin mən təzyiqini görürəm. Dirkeş. Ötürməsi Həsənə. Natiq və gol! 8-ci qolu qeydə alır komandası adına. Bizdən komandası 8. Brikandol komandası isə 6. Nahid. Ayxanın zərbəsi ikinci bir zərbə. Bu bir qayda pozuntusudur. Miri. Dirkeş istədiyi kimi ram etməyi bacarmadı. Təhlükə ola bilər. Yalçın qarşıladı. Tamerlan artıq meydandadır. Ayxan. Son bir müdaxilə Həsəndən. Tahratçını yenə yetirəcək məhz Brikandol komandası. Tamerlan sürətlənib sağ çınağa. Miri. Hərəkətli qazandırdı məhz Dirkeş istiqamətinə. Bir zərbə. Amin. Keçid vermədi. Sonrasında Yalçın. Şükür ortaqlığı. Talih qarşıladı Həsən. Məhz Həsəndən biz Reynaldo var hərəkətlər izlədik. Dirkeş. Şükür qarşıladı. Nahiddən meydanı tərk edir. Həsən. Həsənin zərbəsi ünvansız alınır. Məhz
meydana daxil olur olmaz Tamerlan özünü göstərməyi bacarır meydanda. Məhz müdaxilələri olsun, sürəti olsun, danışdırır. Həm sürətini, həm təcrübəsini. Həsən hərəkətli qazandırdı, amma topun getdiyi istiqamətdə komanda yoldaşı yox idi. Yalçın var idi. İndi isə gün zərbəsi yerinə yetirəcək Misdən komandası. Gəlişinə vurmaq istədi, Həsən alamadı. Bəhruz tərəfini düzəldim, Amal. Amal hər ikisi də 9 nömrədir. Bir zərbə və gol. Amal. Bir şot fərqimiz var. Misdən komandası 8, Misdən komandası 7. Fərq artıq minimalda da. Tamerlan, Həsən şükür qarşıladı. Biri Həsən oynadı. Ötürməsi Dirkeşə. İstədiyi kimi alınmır. Bir zərbə. Amin. Güvən verir qapıda. İndi isə Dirkeş hərəkətli qazandıracaq topa yerdən göndərdi. Nahid qarşıladı. Sürətlənib Amal. Bir qədər tələsmədi. Zərbəsini indirdi. Geridə qaldı. Sol istiqamətində də məhz Nahid komanda yoldaşına ötürmək istəyirdi. Dirkeş şükür davalandı. Tamerlan zərbə şansı tanımadı Yalçın. Ayxan oynadı. Özünü saxlamağı bacardı. Son müdaxilə Talihdən. Son cəhdlərə şahid edirik qarşılaşmada. Bir top bəs edir, Brıkandulan eşidir bizi Ayxan. Ayxan eşidir bizi. Bərabərlik golunu tapır. Yenidən qarşılaşma tarazlanır. 8-8. Kartlar artıq 3-cü səfərdə qarşılaşmada yenidən paylanır. Oyunda son dəqiqələr, son epizodlar, son anlara şahid edirik. Bir top, bir gol hər iki komandaya bəhs edir. Qazanmaq adına Ayxan. Ayxanın zərbəsi. Oy oy oy. Gözlədilər. Son bir dəqiqədə yenidən qollar tapdı. Ayxan maçın qəhrəmanına çevrilir. Brikandol 9, Misdən komandası 8. Çox istədilər. Sonunda mübarizə edən tərəf bacardı qalib gəlməyi. Amin. Son bir dəqiqənin içərisində daxil olmuşuq qarşılaşmada. Yalçın. Ram etməyə bacardı. Misdən komandasının golkiperi. Dirkeş.
İndi bir standart vəziyyət yerinə yetirəcək Dilkeş. İstən komandası adına. Hələ də məhz yarıdan az əvvəlki epizodların mübahisələri gedir. Ayxan Yalçın qarşıladı, Həsən Yalçın topu qazanmağı bacardı. Ayxan azlıqda yaxalayıblar rəqibi. Fərqi qaldırmaq adına bir zərbə Ayxandan. Alınmadı istədiyi kimi. Nait Miri keçid vermədi ona. Amal birbaşa zərbə və gol! Bu qarşılaşmanın qalibiyyət qolu idi. Sona qədər mübarizə apardılar. Sona qədər bu mümkün oldu və qazanan tərəf isə hal-hazırda Qırkandul komandası. Məhz goldan sonra da artıq qalibiyyətə əminlik gələndən sonra Qırkandul səslərini biz eşidirik. Həsən özü keçdi rəqibləri, özü indirdi. İstədiyi kimi alamadı. Ayxan özü indirdi zərbəni. O da elə ünvansız alındı. Tali. Natiq qarşıladı. Son bir müdaxilə Yalçından gəldi. Natiq sürəti başladı. Miri. Ayxanın pressingi var. Ayxan keçdi, aldı. İndi isə Bəhruz. Bir zərbə. İstədiyi kimi alınmır. Natiq qarşıladı. Ötürməsi Dilkeşə. Bəhruzla mübarizəsini izləyirik. Bir keçdi rəqiblərini Dilkeş. Şov göstərdi. Bir zərbə son anda. Amin. Bir zərbə məhz Natiqdən gəldi gəlişinə. Məhz o da istədiyi kimi indirə bilmədi zərbəni. Yalçın amal oynadı. Rəqibini gözəl keçdi. Ötürməsini verdi Ayxana. Qarşısına Tali. Bir zərbə. İstədiyi kimi alınmadı yenə. İndi isə küncdən zərbə yerinə yetirəcəklər. Məhz Qırkandul komandası. Fərqi daha da artırmaq adına. Ayxan ötürməsini verdi. Və şükür. Sanki nöqtəni qoymağa gəldi şükür. Və bununla da qarşılaşma sona yetdi. Oyunun sonuna qədər çəkişməli bir mübarizə istədik. Oyunun son 5 dəqiqəsində geri dönüş etməyi bacardı. Qazanan tərəf Qırkandul komandası. Sizinlə mən idim. Əleskərov Mirağa gələn görüşlərə dək.